Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 23 Ekim 2025 Perşembe. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Mən də Əli. Bütün dinləyicilərimizi salamlayıram. Ali, dünkü yayınımızda Ermenistan'a uygulanan transit yük yasağının kalktığını konuşmuştuk. Notlarına bakıyorum da o konuda hemen bir gelişme olmuş. Sanki barış rüzgarları esiyor. Bəli, Özləm, çox müsbət bir inkişafdır. Azadlıq Radiyasının yazdığına görə Ermənistan baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən İpək Yolu forumunda Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. Bu təşəkkür dünən danışdığımız kimi Ermənistan yüklərinin Azərbaycan ərazisindən keçməsinə icazə verilməsi ilə bağlıdır. Vay be, bir teşekkür nelere kadir. Demek ki atılan adımlar karşılık buluyor. Kaynağın azatlik.org olduğunu da belirtelim. Dinleyicilerimiz bilir, daha muhalif bir çizgidedir. Notlarında bir de uçak haberi var. O da çok sembolik. Elədir. Yenə də Azadlıq Radiyasının xəbərinə görə dünən Bakıdan qalxan Azərbaycan hava yollarına məxsus bir təyyarə Erevana eniş edib. Bu, iki paytaxt arasında nadir görülən birbaşa uçuşdu və normallaşma prosesi üçün simvolik bir addım sayılır. Bakü'den Erivan'a direkt uçuş. Yıllar önce hayal bile edilemezdi herhalde. Umarım devamı gelir. Notlarda Türkiye'yi de ilgilendiren bir savunma haberi var. Ona da bir bakalım mı? Əlbəttə, Türkiyənin 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi almaq üçün Avropalı tərəfdaşları ilə danışıqlar apardığı bildirilir. Bu addımın ABŞ-dan F-16 tədarükü prosesindəki qeyri-müəyyənliklərə alternativ olduğu qeyd olunur. Anladım. Yani Türkiye Hava Kuvvetleri'ni güçlendirmek için alternatif yollara bakıyor. Şimdi biraz da iç gündeme dönelim. Mehriban Aliyeva'nın Vatikan'a yaptığı bir bağış konuşuluyor anladığım kadarıyla. Bəli, bu xəbər BBC Azərbaycancadandır. Prezidentin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vatikandakı bəzi kilsə və katakombaların bərpasına maliyyə dəstəyi verib. Bu, ictimaiyyətdə bir mənalı qarşılanmayıb. Pardon Ali'cim, içtimaiyette ne demek? Yəni cəmiyyətdə, xalq arasında. Sizdə buna daha çox kamuoyunda deyilir. Ha, anladım. Kamuoyunda tartışma yaratmış. Neden peki? Hayır işi değil mi sonuçta? Bəziləri sosial mediada ölkədə, xüsusən də işğaldan azad edilmiş ərazilərdəki məscidlərin bərbad vəziyyətdə olduğunu xatırladaraq bu iyanəni tənqid ediblər. Bu hikaye bana bir yerlerden çok tanıdık geliyor nedense. Öncelikler meselesi her yerde aynı sanırım. Sırada yine can sıkıcı bir haber var. Gürcistan'da yaşayan muhalif bir gazeteciden haber alınamıyormuş. Bəli, bu da Azadlıq Radiyasının məlumatıdır. Azel TV-nin təsisçisi, jurnalist Əfqan Sadıqovdan bir müddətli xəbər yoxdur. Ailəsi onunla əlaqə saxlaya bilmədiklərini və həyatı üçün narahat olduqlarını bildirib. Çok endişe verici. Umarım en kısa zamanda iyi haberleri gelir. Gündemin sonuna doğru gelirken bir de spor haberi var. Karabağ'ın maçında bir tatsızlık yaşanmış galiba. Bəli, Dara saytının yazdığına görə, İspaniyada keçirilən Atletik Qarabağ oyunundan əvvəl Azərbaycanın ərazi bütövlüyünə qarşı bir təxribat cəhdi olub. Ancaq Azərbaycanlı azarkeşlər dərhal müdaxilə edərək bunun qarşısını alıblar. Spor sahalarında bu tür provokasyonlar hiç hoş olmuyor. Taraftarları tebrik etmek lazım. Ali, bugünkü notlar için çok teşekkürler. Gündem yine hem umut verici hem de düşündürücüydü. Mən təşəkkür edirəm Özləm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.